Eylevin diaqramına əsasən uyğunluğu müəyyən edin. Burada birinci saat qurşağı, 0-cı və 24-cü saat qurşaqlarıdır göstərilib. Qonşu saat qurşağı ilə sərhəd 7.5 şərq uzunluğundan keçir. Birinci saat qurşağı, yəni 1 saata 15 dərəcə dövr edir. 15 şərq uzunluğu. Bunun orta meridianı, birinci saat qurşağı. 0-cı saat qurşağı isə Qreenwichdir. 0 və yaxud da ki 24. Bu da Qreenwichdir. 0 dərəcə uzunluq. Deyir ki, bunların sərhədi 7.5 şərq uzunluğundan keçir. Bunun sərhədlərinə baxaq. 7.5 bu tərəfə gəlir, üstünə gəlirik. Çünki 15 dərəcə çox ola bilməz. Burada 7.5 çıxırıq. Bu tərəf olur 22.5. Bu tərəf olur 7.5 şərq uzunluğu. Burada da 0-ın bu tərəfinə gəlirik. 7.5 şərq uzunluğu. Çıxırıq 7.5 qərb uzunluğu. Deməli, bunların ikisinin də ortası oldu 7.5 şərq uzunluğu. Deməli, ikisinə də 1, 2, 3 ortaq xüsusiyyəti A oldu. İkisinin də yəni daha doğrusu sərhədləri 7.5 şərq uzunluğuna keçir. London şəhəri yerləşir. London şəhəri 0-cı meridiandadır. B, 1-ə B, daha doğrusu 2-yə B. Orta meridian 15 şərq uzunluğudur. Bu da 1-ə C. 1C, 2B, 3A. Devam. Əgər iki məntəqə arasında yerli vaxt var 80 dəqiqə olarsa, bu məntəqələr hansı coğrafi uzunluqda yerləşə bilməz. Deməli, 80 dəqiqə çıxanı dərəcəyə çevirək. 1, deməli, daha doğrusu 1 dərəcə 4 dəqiqə x dərəcə 80 dəqiqə. Buradan 4 vurulsun, x bərabərdir 80, x bərabərdir 80, bölünsün 4. X də bərabərdir 20 dərəcə. Deməli, bunlar arasında fərq 20 dərəcədir. 20 dərəcə çox ola bilməz. 10 qərb uzunluğu, 10 şərq uzunluğu. Fərqli olduğunu toplayırıq, 20 dərəcə. Bu ola bilər. 165 şərq uzunluğu, 175 qərb uzunluğu. 165 şərq uzunluğu, 175 qərb uzunluğu. Bunlar arasında biz deməli çəksək 180-i 165 şərq uzunluğu, 180, bu da 175 qərb uzunluğu. Buradan bura 5 dərəcə, buradan bura 15 dərəcə. Deməli, cəmi 20 dərəcə. Bu da olar. 62 şərq, 82 şərq uzunluğu. Eyni yarımkürədə çıxırıq 20 dərəcə. 42 şərq, 38 qərb uzunluğu. Gəlin baxaq. 42 şərq uzunluğu, 38 qərb uzunluğu. Fərqli olduğu üçün bunları toplayırıq. Çünki fərqli yarımkürədir. O da 80 dərəcə. Cavab D variantı. D-yə də baxsaq 17 qərb, 13 şərq. Fərqli olduğu üçün toplayırıq. Bu da eləyəcək 20 dərəcə. Günəş 25 qərb uzunluğu ilə ekvator xəttinin kəsişmə nöqtəsindən Günəş 25 qərb uzunluğu. Bu da ekvator. Kəsişmə nöqtəsindədir. Hə. Yəni Günəş buradadır. 25 qərb uzunluğu ilə ekvatorun kəsişmə nöqtəsində. Bu zaman ekvator çevrəsi ilə aşağıda verilmiş meridianların hansının kəsişmə nöqtəsində şaqlı bəsdirilmiş cismin uzunluğu onun kölgəsinin uzunluğuna bərabər olar. Yəni, məsələn, Günəş buradadır. Bura 90 dərəcə düşür. 25 qərb uzunluğuna. 90 dərəcə düşür. 25 qərb uzunluğuna Günəş 90 dərəcə düşür. Və Günəş buradadır. Bu məntəqələrdən deyir ki, kölgənin uzunluğuna bərabər olar. Yəni, 45 dərəcə düşər. Bu 90-dır. 45 dərəcə. Biz deyik ki, Günəşin düşmə bucağı bərabər 45 olanda kölgə uzunluğa bərabərdir. Bərabərdir. Günəşin düşmə bucağı 45 dərəcə olanda kölgə uzunluğa bərabərdir. Deməli, bu 90 dərəcə burada. İndi biz məntəqələrə baxmalıyıq. 45 dərəcə düşməlidir.
45 dərəcə düşmək üçün bunlar arasında birinci dərəcə fərqini tapaq. 45 bərabərdir 45 dərəcə. Deməli, 45 dərəcə fərq var. Yəni, bu məntəqələrin hər hansı birinə, yəni hər hansı məntəqələrə ikisində də 45 dərəcə düşməlidir. Yəni, burada 45, məsələn, hər hansı məntəqəyə 45 dərəcə, burada 45 dərəcə, hər hansı məntəqəyə. İndi gəlin baxaq ki, 45 dərəcə neçə saat edir? Gəlin o saatı tapaq. 1 saat 15 dərəcə, x saat 45 dərəcə. X vurulsun 15 bərabərdir 45, x bərabərdir 45 bölünsün 15 bərabərdir 3 saat. 3 saat. Biz saata çevirməyə belə ehtiyac yox idi. 45, 25 qərb uzunluğundan 45 saat 45 sola eləyəndə bu cavab çıxır. Deməli, 25 qərb uzunluğu 45 sağa getməliyik, 45 sola. Sağa gedəndə 45 də sağa gedəndə gəlirik 0-a çatırıq. Fərqli yarımçı olur. Bu olur 0, 25 getdi. Bu tərəfdən də olur 20 şərq uzunluğu. 1-20 şərq uzunluğu, bunlar arasında dərəcə fərqi 45 dərəcədir. 25-dən bu tərəfə gedəndə toplayırıq, olur 70 qərb uzunluğu. Cavab oldu 20 şərq, 70 qərb uzunluğu. 80, deməli, B variantı. Deməli, növbəti. 8 saat qurşan orta meydanın xüsusiyyətlər. Gəlin birinci bunu tapaq, sonra gedək xüsusiyyətlərini tapaq. 8 saat, 1 saat 15 dərəcə, 8 saat x dərəcə. X də bərabər 8 vurulsun 15 bərabər 120 şərq uzunluğu. Niyə şərq uzunluğu? Çünki 12-dən aşağı saat qurşağı 12-dən çox olana qərb uzunluğuna keçir. Burada da deməli 8-ci saat qurşağının orta meridian 120 şərq uzunluğu. 105 qərb uzunluğuna uyğun gəlir. Səhvdir. Birlər getdi. Ekvator xəttinə paraleldir. Meridian heç ekvatora paralel olmaz. Paralellər olur. 2-lər də getdi. 21 mövzuların yerləşən bütün məndə yerli vaxt eynidir. Həmişə yerli vaxt eynidir. Çünki eyni meridian üzərində yerləşir. Ən qısa meridian, meridianla uzunluq eynidir. 105 şərq uzunluğuna 7-ci saat qurşağı, üzr istəyirəm. 1 saat 15, 7 saat x. X bərabər 7 vurulsun 15 bərabər 105 şərq uzunluğu. 105 şərq uzunluğu, üzrlü sayın. Bəli, 105 şərq uzunluğudur. Bakı şəhəri yeri vaxt fərqi 3 saat 40 dəqiqədir. Deməli, bu yerləşir 105 şərq uzunluğu, Bakı yerləşir 50. Deməli, 50 şərq uzunluğu Bakıdır. Bu yerləşir 105 şərq uzunluğu. Birinci dərəcə fərqini tapırıq. Saat fərqini bərabər 105 şərq uzunluğu, 50 şərq uzunluğu. Eyni olduğunu çıxırıq da bərabərdir 55 dərəcə. Yəni, bunu saata çevirək. 1 saat 15 dərəcə, x saat 55 dərəcə. Buradan da x vurulsun 15 bərabərdir 55. X bərabərdir 55 bölünsün 15. 3 düşür 45, 10 qalır. 3 saat dəqiqədə çevirək. 1 dərəcə 4 dəqiqə. 10 dərəcə x. X də bərabərdir 10 vurulsun 4. 40 dəqiqə. Deməli, bu da doğrudur. 3, 5, 6, Y variantı. Yer kürəsi ox ətrafı 1 saat neçə dərəcə dövr etsəydi, Bakı şəhərinin yerləşdiyi meridian xətti 2-ci, 3-cü saat qurşaqlarının sərhədində yerləşirdi. Deməli, Bakı şəhərinin yerləşdiyi meridian. Meridian 50 şərq uzunluğu. 50 şərq uzunluğu deyil, 2, bu tərəfdə 2 olmalıdır. Bu tərəfdə 3. Bunu orta meridianı təşkil edir. Deməli, 1 saata x dərəcə. Ortası ise 2,5'dir. 2,5 saat 50 dərəcə. Buradan da x vurulsun 2,5 bərabərdir 50. X də bərabərdir 50 bölünsün 2,5. 2,5 bərabərdir 20.
Deməli, yer kürəsi 20 dərəcə dövr etsə belə olar. Bakı şəhərinin 7770 km şimalda yerləşən məntəqə saat neçənci saat qurşağında yerləşir? Bakıdan gedək. Bakıdan gedirik 7770. Ümumiyyətlə, meridian üzrə gedirsə, deməli, neçənci saat qurşağında? Hə, doğru. Bakı yerləşir 40 şimal, 50 şərq zonu. Bundan yuxarı 7770 kilometr. Gəlin, birinci bunu dərəcəyə çevirək. Meridian üzrə gedir. 1 dərəcə qoysun uzunluğu meridian üzrə 111 kilometr. X dərəcə 7770. X vurulsun 111 bərabər 7770. X bərabər 7770 bölünsün 111 bərabər 70 dərəcə. 70 dərəcə gedir yuxarı. Gəlin 70 dərəcə gedək. 40-dan 90-a kim gəldi? Neçəsi oldu? 50-si getdi. 50 dərəcə. 70, 20-si qalır. 20-si qalan tezdən düşür arxa tərəfə. Günəş yerin o tərəfinə. Yerin o tərəfinə düşəndə bizə meridian lazımdır. Ümumiyyətlə 50 şərq uzunluğudur. Biz gəlib 90-a çatıb o tərəfə keçəndə 50-nin əksinə. 50-nin əksi də 180 çıxılsın 50. Bərabərdir 130 qərb uzunluğu. Bəli. Deməli, çatdığı məntəqə bizə uzunluq lazımdır, çünki saat qurşağı. 130 qərb uzunluğu. 130 qərb uzunluğuna baxaq ki, hansı saat qurşağıdır. Qərb uzunluğu üçün 360-dan çıxırıq. 360 çıxılsın 130 bərabərdir 230. 230 dərəcə. İndi gəl bunu çevirək saata. 1 saat 15 dərəcə. X saat 230 dərəcə. 15 vurulsun x bərabərdir 230. X bərabərdir 230 bölünsün 15. Deməli, 230 bölünsün 15. Deməli, 15 düşür. X bərabər 15 düşür. 15. Bu da eləyir 225. Qalır 5. Qalıq 5. Biz deyik, qalıq 7.5-dən kiçikdirsə, olduğu kimi, əgər üstünə gəlsə, 7.5-dən böyük olsaydı, üstünə 1 gələcəkdik. Deməli, məntəqə 15-ci saat qurşağı. B variantı. 6-cı saat qurşağı orta meridiana aid olan 6-cı saat qurşağını 1 saat 15, 6 saat x. X də bərabərdir 6 vurulsun 15 bərabərdir 90. Şərq uzunluğu. 6-cı saat qurşağının orta meridianıdır. 90 qərb uzunluğu. Bir səhvdir, birlər getdi. Ekvator xəttinə paraleldir. Heç bir meridian ona paralel deyil. Üzərində yerli bütün məntəqə yerli vaxt eynidir. Bütün meridianların yerli vaxt eynidir. Ən qısa meridian bərabərdir. 90 şərq uzunluğu gəl doğrudur. Bakı ilə yerli vaxt fərqi 2 saat 40 dəqiqədir. Bakı olur 50 şərq uzunluğu. Bu olur 90 şərq uzunluğu. Saat fərqini tapıb birinci dərəcə fərqini tapırıq. Bərabərdir 90 şərq uzunluğu 50 şərq uzunluğu. Çıxırıq 40 dərəcə. İndi bunu saata çevirək. 1 saat 15 x saat 40 dərəcə. Buradan da 15 vurulsun x bərabərdir 40. X bərabərdir 40 bölünsün 15. 2 düşür 30. 10 qalır. Demək 2 saat onu da çevirsək 1 dərəcə 4 dəqiqə x 10 dərəcə x dəqiqə. Buradan da x də bərabər 4 vurulsun 10 bərabərdir 40. Demək 2 saat 40 dəqiqə fərq var. Doğrudur. Y variantı. Bakıda 28 yanvar saat 5:30 olarsa, ondan 120 qərbdə yerləşən məntəqədə hansı gün və saat olar? Bakıda saat 28 Bakı 50 şərq uzunluğu. Bakı. Saat 28 yanvar 05 daha doğrusu 30. Ondan deyir 120 dərəcə qərbdə. 120 dərəcə. Gəlin baxaq ki, neçə saat ilə 120 dərəcə. 1 dərəcə 15, 120 dərəcə x. Deməli, əksinə yazdım. Üzülürsən. 1 saat 15 dərəcə, x saat 120 dərəcə. 15 vurulsun x bərabərdir
120, x bərabər 120 bölünsün 15 bərabərdir 8. 8 saat fərq var. Və 8 saat biz qərbə doğru gedəndə çıxırıq. Niyə? Geri gedirik, çünki yer kürəsi qərbdən şərqə doğru fırlandığı üçün. 05:30-dan 8 saat çıxaq ki, deməli 05:30-dan çıxa bilmədiyimiz üçün biz 24 üzərinə gələk. 24 gələndə 29, 30, üstünə 24 gəldik, çıxaq 8 saat. 30, 1, 21:30. 21:30. İndi gəlin günə baxaq. Biz geri qaydanda, deməli burada 28 yanvar. Gecə saat gəlib 00-a çatandan sonra keçirik 27 yanvara. C variantı. Bakı ilə eyni paralel üzərində yerləşən şəhərlərin üçün fərqli oxşar cəhətlərini müəyyən edin. Eyni paraleldə yerləşirlər hamısı. Madrid, Pekin, Ankara. Birinci Madrid gəlir, sonra gəlir Ankara, sonra gəlir Pekin. Deməli, burada Bakıdır. Belə gəlir, Madrid, Ankara, Bakı, Pekin formada. Oxşar fərqli cəhətlər. Qış gün dönümü, günorta vaxt, günəş 26.5 dərəcə. Bunlar hamısına eyni paralel eyni dərəcə düşür. Deməli, 5-ə A. 1, 2, 3, 4, 5. 5-ə A. Deməli, 5-ə A bunlar getdi. Qaldı A ilə C. Aid olduğu ölkə Azərbaycanla həmsərhəddir. Aid olduğu ölkə ancaq bir dənə Türkiyəni, Ankara ilə həmsərhəddir. Deməli, bu olur, deməli, 7 olur, 7-yə B. Ancaq Azərbaycanla həmsərhəddir. Azərbaycanla həmsərhəddir. Pekin həmsərhəddir, Madrid həmsərhəddir. Yerli vaxt Bakının yerli vaxtından geridir. Geri olanlar Bakıdan solda olanlardır. Madridlə Ankara. Madridlə Ankara ikisinin ortaq xüsusiyyəti. 6. 6-ya C. 6-ya C. Deməli, 6-ya C ilə birdən bu qalır deyəsən. Sonra qərb yarımkürəsində yerləşirlər. Qərb yarımkürəsində yerləşən, deməli, bir dənə Madriddir. 3. 3-ə D. 3-ə D. Bu da budur. 3-ə D. Deməli, 6-ya 6, 7, 6-ya C, 5-ə A. Sonra Bakıdan 90 azimutda yerləşir. Bakıdan 90 azimutda yerləşən bir dənə Pekindir. 1-ə Y, 1-ə Y. Sonra Bakı ilə arasında daha az qurşaq vaxt fərqi var. Bunlar arasında məsələn Ankara daha yaxındır. Yəni ki, Pekin və Madrid, Ankara daha yaxındır. Ona görə F olur. Deməli, 7-yə 7 F. Sonra Asiya qitəsində yerləşir. Deməli, burada Asiya qitəsində həm Pekindir, bir də Ankara ikisi. 4-ə G. Deməli, 2-yə də tək 2-yə. Pekin və Madrid. Aid olduğu ölkə Azərbaycan həmsərhəd deyil. Üzr istəyirəm, görürsünüz. Aiddir, aid deyil məsələsinə görə. A variantı. Vaxt fərqləri eyni olan məntəqə arasında məsafə hansı coğrafi enlikdə vaxt fərqləri eyni olan, yəni meridian üzərində yerləşir. Hansı coğrafi enlikdə məntəqələr arasında məsafə hansı coğrafi enlikdə daha kiçik olar? Hansı coğrafi enlikdə? 10 cənub en dairəsi, 45 şimal en dairəsi, bu ekvator, 80 şimal en dairəsi, sonra 40 cənub en dairəsi, 12 şimal en dairəsi. Eyni meridian üzərində yerləşirsə və deyir ki, məntəqələr arasında məsafə, vaxt fərqləri eyni olan məntəqələr arasında məsafə hansı coğrafi enlikdə daha kiçik olar? Daha kiçik, biz ekvatorun qütbə doğru gedəcək paralel uzunluqlar azalır. Ona görə burada daha ekvatorun daha uzaqda olan I80 şimal en dairəsidir ki, burada paralel daha qısa olur. Ona görə bunlar arasında məsafə daha qısa olur. C variantı.